97 kvadrat metrdən ibarət yel çəkən, kupçalı və bütün əşyaları ilə birlikdə satılan belə bir gözəl mənzil təqdim edirəm sizlərə. Mənzilimiz yerləşir Xırdalan şəhərinin mərkəzində, Təzə bazarın tam yaxınlığında. Gördüyümüz bütün əşyalar hər biri yenidir. Yəni bir 10 günün əşyalarıdır. Yeni alınıb, yığılıb mənzilə sadəcə təcili pul lazım olduğu üçün mənzil satışa çıxarılır. Əla genişlik var mənzildə, yel çəkəndir. Tam yaşayışlı binada yerləşir, kupçalıdır, kupçası hazır əldədir. 97 kvadrat metrdən ibarətdir. Qonaq otağı ilə tanış olduq, indi isə gəlin keçək mənzilimizin digər hissələri ilə daha yaxından tanış olaq. Bu hissədə yerləşir mənzilimizin əsas giriş qapısı. Çox gözəl genişlikdə dəhlizi var mənzilimizin. Görürsünüz, belə bir gözəl genişlikdə. Soldan birinci qapı, qonaq otağı təqdim etdim sizlərə, digər qapı yataq otağı. Burada yerləşir qardırop. Bu şəkildə. Xırdalan şəhərinin mərkəzində yerləşir mənzilimiz, qeyd etdiyim kimi. Şəxsi istifadə üçün çox gözəl, səliqəli şəkildə təmir olunub. Sanuzel, bütün aksesuarlar quraşdırılıb. Mənzilin istilik sistemi, kombi sistemidir, kombi radiator hər biri quraşdırılıb. Bu hissədə yerləşir mətbəximiz. Gəlin baxaq mətbəxə. Qeyd etdiyim kimi, mənzildə bütün əşyalar hər biri qalacaq. Video təqdimatda görülən hər bir şey mənzilin daxilində qalır. Bu hissədə isə mənzilimizin eyvan hissəsidir. Belə bir eyvanımız var. Kombisi quraşdırılıb. Xırdalan şəhərinin tam mərkəzində yerləşir. Təzə bazarın yaxınlığında. Bu ərazidən Heydər Əliyev parkına ayaqla 3 dəqiqəlik məsafədir. Mətbəxin genişliyini gördünüz. Bu hissədə isə bir daha sizə göstərirəm mənzilimizin dəhliz hissəsini. Görürsünüz, belə bir gözəl genişlikdə. Və sonda sizə təqdim edirəm mənzilimizin yataq otağını. Yerləşir mənzilimizin yataq otağı. Bina 12 mərtəbədən ibarətdir. Mənzil yerləşir 13-cü mərtəbədə. Yəni tam mənzildir, üstü betondur və üstündə hündür çardağı var. İstəyə görə o çardağı da alıb mənzilə qatmaq mümkündür. Qeyd etdiyim kimi, video təqdimatda olan bütün əşyalar qalacaq. Kupçalı 97 kvadrat metrdən ibarət mənzil təqdim etdim sizə. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşərik.